Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayrun nasirin ve mu'in ve sallallahu ala rasulihil emin. Amma ba'd Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. بحق فاطمه و أبيها و بعلها و بنيها و السر المستودع فيها اللهم صل على محمد و آل محمد و عجل فرجهم. Mübarək cümə günü Allahın rəhmət günüdür. Allah bu rəhmət günündə bizi rəhməti sayəsində bərqərar eləsin. Və Allah iki dünya rəhmətin üstümüzdən çəkməsin. Mübarək cümə günündə biz Həzrəti İmam Cəfər Sadiq əleyhissalamın bir mübarək kəlamı ilə, nəsiyyəti ilə başlamışdıq və o hədisdə bəzi mətləbləri keçən cümələrdə qeyd eləmişdik. Allahın tövfiq və inayəti ilə gəlib yetişmişdik Həzrəti İslam Peyğəmbərinin Həzrəti Əmirəl-Mömininə bir dənə rivayətin, bir nəsiyyətin oxumuşduq. Onun əvvəlin hissəsini oxumuşduq, yerdə qalanı qalmışdı. Və elə həmən mövzumuz da insaf mövzusu idi ki, Allah Müteal insanları insaflı görmək istəyir. Allah Müteal istəyir insanlar insafla yaşasınlar ki, İmam Sadiq ağadan açdığımız o bəhsin o məhəlli şahid olaraq, o mövzumuza uyğun olaraq biz Peyğəmbərdən də bir dənə hədis Həzrət Əmirəl-Mömininə ki, nəsiyyəti var idi, onu çıxartmışdıq. Yəni ki, o mövzuya uyğun ki, mətləblər daha da hamımız üçün aydın olsun. Baxın, günah bizim özümüzə elədiyimiz ən böyük insafsızlıqdır. Allah Müteal insaflı olun deyəndə tək başqaları üçün demir. Elə bizim özümüzün də özümüzə insaflı olmağımızı bizə əmr eləyir. İnsanın insafsızlığı başlayır özündən. Əgər insan doğrudan qiyamətdə elədiyi insafsızlığın müqabilində nə əzablar görəcək, nə qədər müsibətlər görəcək, hansı əzablarla rastlaşacaq, əgər insan canının qədrini bilsə, əgər insan ruhunun qədrini bilsə, əgər insan varidatının, mövcudatının, var olan varlığının qədrini bilsə, icazə verməz başqalarına insafsızlıq eləyə ki, onun müqabilində Allah onun ruhun və cismin axirətdə yandıra, ona əzab verə. Hətta başqalarına olunan insafsızlıq insanın özünün özünə elədiyi insafsızlıqdır. Dəyərmi sənin gördüyün o iş ki, o haqsızlıq və o insafsızlıq, o ədalətsizlik ki eləyirsən, onun müqabilində Allah sənə cəhənnəm vəd verib, dəyərmi biz onu özümüzə rəva bilək? Əgər doğrudan biz baxsaq, ümumiyyətcə günahların təsiri baxımından hansı rivayətə, hansı ayəyə baxsaq, biz baxırıq ki, hamısının qayıdışı özümüzədir. Yəni, əgər biz başqalarına insafsızlıq eləyiriksə, onun müqabilində mənə təyin olunan əzabda elə mən özümə insafsız olmuşam, özümə qarşı insafsız olmuşam. Özümə qarşı haqsızlıq eləmişəm ki, o gördüyüm işin müqabilində Allahın əzabın canıma və ruhuma tələb eləyirəm. Ki, Həzrət Əmirəl-Möminin buyurur ki, ən ədalətli adam odur ki, hətta öz düşməninə qarşı belə insafla rəftar eləsin. Əgər insan düşməninə qarşı insafla rəftar eləmək, insanın ədalətli olmağının göstəricisi və nişanəsidirsə, gör insan özünə qarşı ədalətlə davranırsa, insafla davranırsa, gör özünün müqabilindəki öz davranışında hansı dərəcəyə malikdir. Ki biz, bilmirəm hansı biz cümələrdəmi, hansı Mövlud şəhadətdəmi bu barədə danışmışdıq ki, İslam egoizmə iki dənə bəhs açıb. Özün sevməyə iki bəhs açıb. Biri budur ki, insan özün sevməlidir. Buna xatir ki, özün Allahın təyin elədiyi
əzablara düçar eləməməlidir. Bu özünə olan sevgisindən yaranmalıdır ki, niyə mən canıma qıyım bizdə deyərlər, niyə mən canıma rəva bilim, Allahın əzabı mənim halıma şamil olsun. Canımı da yandırsın, ruhumu da yandırsın. İnsan gərək özün bu qədər sevə, özün əzizliyə ki, o əzabdan özün amanda saxlaya. O ki qaldı ikinci egoizm məsələsi, ego məsələsi, o iki insanın özünün sevməsi ki, onu Allah insandan istəmir və Allahın istəmədiyi bir şeydir. Allahın narazılığı olduğu bir şeydir ki, insan özün sevə, yəni təkəbbürlü ola. Amma insan özünə qarşı məhəbbəti buna xatirdir ki, mən Allahın həddlərini pozmayım, Allahın hüdudlarını keçməyim, Allahın təyin elədiyi haqları tapdalamayım ki, mən Allahın əzabından amanda qalım. Bu insanın özünə qarşı təriflənən və mədh olunan, bəyənilən bir sevgisi və məhəbbətidir. İndi insaflı o adamdır ki, özünə qarşı əzabdan bir sədd çəkər. İnsaflı o adamdır ki, özün əzablar müqabilində neyniyər? Möhkəm saxlayar. Baxın, Allah Müteal Qur'an-ı Kərimdə Bəni Adəmlə bağlı olduğu bu cümləsi insana böyük dərslər verir. İnsafən də bu ayənin içində geniş mənaları çoxdur. Ki biz istəyirəm elə bu ayə ki, təbərrükən yadıma düşüb, elə təbərrükən mən onu sizinlə bölüşəm bu ayəni ki, vələqad kərramna Bəni Adəm ayəsi. Ki Allah Müteal bizə deyir ki, mən sizi çox əziz yaratmışam. Vələqad kərramna Bəni Adəm. Adəm övladı, yəni bizlər. Allah deyir, mənim üçün çox dəyərlisiniz. Çox əzizsiz. Mən sizi çox dəyərli yaratmışam. İnsafdan olarmı ki, bu qədər dəyərli bir varlıq özün gətirə hansı dərəcələrə alçalda? İnsafdan olarmı ki, bu qədər dəyərli bir varlıq, bütün varlıqların içində seçilən bir varlıq, bütün varlıqlar içində ən qiymətli olan bir varlıq gələ ən alçaqlardan da alçaq səviyyə düşə? Bu insanın özünün özünə elədiyi insafsızlığıdır. Bu insanın özünün özünə elədiyi haqsızlıq, insanın özünün özünə elədiyi ədalətsizlikdir. Bu boyda qiymətin müqabilində dəyərmi insan günah eləsin, bu qiymətlərin hamısını aradan aparsın? Bu cəhətdən İslam istəyib bizi bu mariflə marifləndirə. İslami marifçiliyimiz bizə bunu təbliğ edib ki, birinci özünüzdən Allahınız arasında insafı neyləyin? Möhkəm saxlaya bilin. Əgər siz özünüzlə Allah arasında insafı itirsəz, biləsiniz ki, onda böyük haqsızlıqları siz hər yerdə yayacaqsınız və sizin əlinizlə bəzən elə işlər baş verəcək ki, heç bağışlanmağa yeri olmayacaq. İnsan bəzən düşünməsin, hər vaxt onun bağışlanmağa yeri var. İnsan bəzən addım atanda düşünsün ki, bunun bağışlanmayan tərəfləri var. Biz bəzən Allahın rəhmətinə sığına-sığına, şeytan bizi Allahın rəhməti ilə allada, elə bir uçurumlara, elə bir dərin əzablı vadilərə gətirib ki, biz oradan daha geri qayıda bilməmişik. Ya qayıda bilmirik ki, Allah bizə belə məsələlərdən tövfiq versin. Ki, Həzrəti Peyğəmbər Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhissalama buyururdu ki, Ya Əliyyü sələsətun təhtə zillil ərşi yevməl qiyamə. Əmoğlu, biləsən, qiyamət günündə həmən bu 3 dənə dəstə, bu 3 qrup Allahın rəhmət kölgəsində olacaqlar. Allahın rəhməti sayəsində olacaqlar. Bir rəculun əhəbbə li əxihi ma əhəbbə li nəfsih. Biri bu idi ki, keçən dəfə elə burasına kimi oxumuşduq. Başqaları üçün sevdiyi şeyi özü üçün də sevsin. Ya eyni halda o şeyi ki, qardaşı üçün ki, rəva bilir, onu özü üçün də rəva bilsin. İndi buradan bir dənə də sual çıxar. Qoy heyf olar, mətləbin bu hissəsini deməmiş qalsaq. İndi bəzən görürsən ki, insan elə özünə rəva bildiyi pislikləri başqalarına da rəva bilir. Amma biləsiz, bu mətləbdə bir dənə incə anlaşılmağa ehtiyacı olan məqam var. O da bundan ibarətdir ki, insanın nəfsi bəzən özünün istədiyin başqasına da istəyir. Heç vaxt insanın fitrəti, lap başa düşdüyümüz söz üslubu ilə desək, heç vaxt insanın vicdanı özünə yaxşı mənada olan mövzularda ki, insanın daxili o paklığını saxlasa, özünə rəva bilməz pisliyi ta o zaman ki, başqalarına da bilə. Deyirsiniz, yəni niyə mən istədim bu mətləbin bu hissəsində deyəm? Adam var, görürsən, məsələn,
narkotik aludəçisidir. Özünə də rəva bilib çəkib, nəfsi rəva bilib, fitrəti və vicdanı yox. Daxili aləmi yox. Nəfsi ona rəva bilib. Görürsən, o başqalarına da rəva bilir. Özü ilə bərabər bir neçə adamı da bu xəstəliyə mübtəla edir. Elə bu qəbildən məsələn biri içki düşkündür, görürsən, özü ilə bərabər insanları da cəlb edir içkiyə. Ki bu insanların nəfsinin özünə rəva bildiyidir. Ki hədis və rivayətlər deyir, baxın sizin vicdanınız və fitrətiniz sizə nəyi rəva bilir. Yəni o şey ki sənin fitrətin sənə rəva bilir, qardaşın üçün istəyəsən, onu gərək özün üçün də istəyəsən. Rəculun əhabbə li əxi ma əhabbə li nəfsi. O şeyi ki qardaşın üçün istəyirsən, onu özün üçün də istəyəsən. O şeyə ki qardaşın üçün məhəbbətin var, sevirsən, özün üçün də sevəsən. Əlbəttə, qardaş deyəndə məqsəd burada bir kişiyə olan məsələsi deyir ki, ancaq qardaşın üçün. Qardaş deyəndə burada ümumi anlam nəzərdə tutur. Yəni o şeyi ki özün üçün istəyirsən, başqaları üçün də istə. Yəni o şeyi ki başqaları üçün istəyirsən, özün üçün də istə. Ki yəni bu mənada həmən rəculun kəlməsi kişi ifadəsi, yəni ümumiyyət həm qadına şamil olur, həm kişiyə. Və rəculun bələğəhu əmrun fələm yuqdim fihi və ləm yətəəxxər hətta ya'ləmə ənə zəlikəl əmrə lillahi rizan əv səxətə. Çox mühüm məsələ bundan ibarətdir. Əv səxət, lap belə təvir yerində olsun, əv səxətundur da. İkinci məsələ bundan ibarətdir ki, bir nəfər ola, onun üçün biri iş qabağa gələ, o işi ya səbr eləyər, gözləyər, görər, bu işdən Allahın razılığı var, ya yoxdur, yerinə yetirər. Ya əgər o işə bir qəflət eləyib, bir addım atıbsa, araşdırmadan o işi görübsə, diyanar, təxirə salar, gözləyər, ta axtarar, araşdırar, görüm bu işimdə Allahın məndən razılığı var, ya qəzəbi var. Baxın, bu üç qrup dəstə ki, Həzrəti Peyğəmbər Əmirəl-Mömininə buyurur ki, əmoğlu bunlar behişdə Allahın rəhməti sayəsində olacaqlar qiyamət günündə. Qiyamət günün o dəhşətindən və vəhşətindən amanda qalacaqlar. Biri budur ki, o adam bir iş ki qabağa gələndə, onu gözləyər, bilər, görüm Allah bu işdən razıdır, yoxsa mənə qəzəb eləyir. Allahın rizayəti var, ya qəzəbi var. Əgər birdən o işə bir addım atıbsa, o işi neyniyər? Dərhal təxirə salar, gözləyər, ta Allahın razılığı və narazılığın başa düşər, öyrənər. Ki, Allah sən mənim bu işimdən razısan, ya razı deyilsən. Həzrət Peyğəmbər deyir da, əl-əcələtu minəş-şeytan, tələskənlik şeytandan da. Bəzən işlərdə də o cür olur da. İnsan ölçüb bitmədən, düşünmədən bəzi addımları ki, çox tez tələsik, zamansız qərar verir. Bəzən o tez qərarların müqabilində bir ömür mümkündür insan həsrət çəkə. Səhvinin həsrətini çəkə. Onu gəlib mümkündür heç tövfiq tapıb o işin əksin. Yəni elədiyi səhvin əksin. Düzün bəzən ələ gətirə bilməyə. Və yaxud onun peşmançılığı bir ömür insanda mümkündür gedə. Mömin o adamdır ki, bir iş olanda, qarşıya gələndə birinci Allahın razılığın və narazılığın nəzərə alar. Və eyni halda da o işin, o sözün, o işin məqamıdır yoxsa yox, onu düz müəyyən eləyər. Üçüncü bundan ibarətdir. Və rəculun ləm yəib əxahu bi'eybin hətta yuslihə zalikəl eyb ən nəfsih fəinnəhu kulləmə əsləhə min nəfsihi bədələhu minhə axər və kəfa bil mər'i fi nəfsihi şuğlən. Üçüncü budur ki, o adam ki, heç vaxt başqalarının eybin, belə deyim də, eybin axtarmaz. Başqalarının eybi ilə məşğul olmaz. Ta o zamana qədər ki, çalışar onun eybini aradan aparsın. Çalışar, zəhmət çəkər ki, başqalarının eybinə mane olsun ki, o eyb heç ondan baş verməsin, heç onda o eyb görsənməsin. Həqiqətən Allah qiyamətdə bizə bu işlərə görə rəhm eləyəcək. Baxın, doğrudan hədisin hər üç hissəsi bir dənə ictimai nizamdır ya. Adam həqiqətən cəmiyyətdə bu şeyləri görəndə yaxşı mənada keyf eləyər. Yaxşı mənada zövq tapar. Yaxşı mənada belə bir sağlam ruhiyyə ilə həyatda addım atmağa müvəffəq olar. Yəni insan, bəzən görsən insanlar arasında adam bir dənə ruh düşkünlüyünə düşür ki, deyirsən kaş bu cəmiyyətin arasında mən yaşamayaydım.
Kaş heç mən bu cəmiyyətin arasında ömür sürməyəydim. Bəzən də insanlardan bir dənə müvəffəq, bir dənə Allahın həqiqətən bəyəndiyi bir işləri görürsən ki, adam yaşamağa həvəsi olur. Adam istəyir sanki ömrü boyda bir dünya bitməyə heç. Adam belə bir mənəvi insanlarla həyat sürə. İnsan istəyər Allah ona uzun ömür versin ki, həyatın bu yaxşı mənada zövqünü çıxartsın. O bizdədirlər, həyatın bu dadını çıxartsın. Tabii ki, bu işləri görə. Baxın, bu 3 dənə nəsiyyətin 3-ü də bir dənə xüsusi ictimai nizamdır ki, insanların müvəffəqiyyət yollarıdır. Budur ki, heç vaxt öz yaxınından, qardaşından, yəni müsəlman əhlindən, ya insanlardan neynəməz? Eyib tutmaz. Ta bu zaman ki, o eybi özündə paklamayıb. Ta bu zamana ki, o eyib ondan özü ilə o eyb Allah arasında heç getməyib. Adam var doğrudan görürsən, xəlvətdə bir çox işlərə mürtəkibdir, amma çıxır cəmiyyətdə həmişə ona cəmaatda eyib tutur. Bir halda ki, özündə də o xəstəlik elə var. Ki, ta o çalışar o qədər ki, neynəsin? O xəstəliyi ki, özü ilə o Allah arasında olan o xəstəliyi istəyər, Allahdan tövfiq istəyər, Allah bunun üçün neynəsin? Kömək olsun ki, o xəstəliyin paklasın. İnsan özünə məşğul olanda daha başqalarının eybi ilə məşğul olmur. İnsan özü ilə məşğul olanda daha kənardakıların eybi ilə, kənardakıların həyatı ilə çox məşğul olmur. Yəni, əlbəttə, yaxşı mənada bir nəfərin həyatı ilə məşğul olmaq onun mənəvi dirçəlişinə səbəbdirsə, bu çalışqanlığı Allah bizdən istəyir. Bu başqa bir məsələdir. Yəni, söhbət burada boş-boş insanların həyatında eyb axtarmaq, boş-boş insanların həyatına lazımsız müdaxilələr eləmək, boş-boş yersiz insanların həyatında belə narahatçılıqlar yaratmaq, bu cəhətdən insan özünki istəyər, islah eləyə, o eyibləri aradan aparmaq üçün özü ilə məşğul olar, heç başqaları ilə neynəməz? Vaxtı olmaz ki, o işləri yerinə yetirsin. Həzrəti Loğman oğluna dedi ki, ata, niyə müharibə eləmirsən? Deyir, atama mən deyəndə ki, niyə müharibə eləmirsən? Həzrəti Loğmanın cavabı oldu ki, heç özümdən vaxt tapdın mı? Yəni, özümlə elə daim müharibədəydim da. Özümlə, yəni bu qədər məşğul idim. Ki, Həzrət İmam Sadiq əleyhissalam buyururdu ki, çalışın, cəmaatla öz aranızda insafla rəftar eləyin. Hansı zamanda ki, siz insafı itirmisiniz, bilin o zamanda siz cəmiyyətə zülmü bərpa eləmişsiniz, cəmiyyətə zülmü rəva görmüsünüz. Allah'ın da verirəm, öz Allahlığına xatir, həm özümüzlə, həm cəmiyyətimizlə Allah insafla rəftar eləmək bizə ruzi eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.